Məşhur meyxanaçı Ağa Mirzə ailəsində baş verən ağır hadisə ilə bağlı açıqlaması ilə hər kəsi kövrəldib. Sənətçi qardaşının dəhşətli yol qəzasına düşməsi xəbərini qonaqcanlı verilişində bölüşərək həm pərəstişkarlarını, həm də tamaşaçıları dərindən sarsıdıb. Baku Postaz Yeni Çağaca istinadla xəbər verir ki, Ağa Mirzə bildirib ki, hadisə qəfil və gözlənilmədən baş verib. Onun sözlərinə görə qardaşı avtomobilini yol kənarında saxladıqdan sonra namaz qılmaq üçün qarşı tərəfə keçmək istəyib. Məhz bu zaman piyada keçidindən istifadə edərkən sürətlə hərəkət edən avtomobil onu vurub. Zərbənin şiddəti nəticəsində o çoxsaylı və ağır xəsarətlər alıb. Hazırda yaralı xəstəxanadadır və həkimlər onun həyatı uğrunda mübarizə aparırlar. Ağa Mirzə qardaşının vəziyyətinin ciddi olduğunu, müalicəsinin davam etdiyini vurğulayıb. O, baş verən hadisənin namaz vaxtına təsadüf etdiyini xüsusi qeyd edərək, əgər dünyasını dəyişsəydi, şəhid sayılacaqdı. Sözləri ilə yaşadığı sarsıntını ifadə edib. Qəza xəbərin sənətçinin pərəstişkarları tərəfindən də böyük kədər hissi ilə qarşılanıb. Sosial şəbəkələrdə Ağa Mirzənin qardaşı üçün dualar edilir. Ailəyə səbir dilənir. Bu hadisə bir daha yol hərəkəti təhlükəsizliyindən nə qədər vacib olduğunu xatırladıb. Məncə, belə hadisələr hər birimizi daha diqqətli və məsuliyyətli olmağa çağırmalıdır. Piyada keçidində belə insanların həyatının təhlükə altına düşməsi ciddi narahatlıq doğurur. Sükan arxasında olan hər kəs unutmamalıdır ki, bir anlıq diqqətsizlik kiminsə taleyini dəyişə bilər. Ümid edirik ki, Ağa Mirzənin qardaşı tezliklə sağalacaq və ailəsi bu ağır sınaqdan uzaq çıxacaq.